Salam dəyərli şagirdlər, müəllimlər və valideynlər. Bildiyimiz kimi bugün 6-cı siniflər üçün lise və gimnaziyalara qəbul imtahanı keçirildi. Yəni 6-cı sinifdən 7-ci sinifə qəbul. Riyaziyyat suallarının dənə-dənə sizə ətraflı izahını çəkib paylaşacağam. Dərslərimizə qoşulmaq üçün 051 501 63 41 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Baxaq, birinci sualımıza baxırıq. Bölünən 12,2-dən 12,2-dən 12 dəfə böyük olan ədədə, bölən isə 12,2-dən 120 dəfə kiçik olan ədədə bərabərdir. Qismət neçə olar? Bölmənin komponentlərini yazsaq, A bölünsün B bərabərdirsə, bizə deyir ki, bölünən, yəni A bərabərdir 12,2-dən 12 dəfə böyük olan ədəd vurulsun 12-yə. Bunları da vurmağa ehtiyac yoxdur, çünki sonra bu ixtisar gedəcək və bizə səmərəli olacaq. Bölən isə B bərabərdir 12,2-dən 120 dəfə kiçik olan ədədə. Burada yazıram 120. İndi qisməti soruşur. Qismət də nəyə bərabərdir? Bölünəni bölənə bölməklə tapırıq. 12,2 vurulsun 12 bölünsün 12,2 bölünsün 120. Bu 120-yə böləndə bu 120 də bunun qalxacaq surətinə. Nəticə olaraq qalacaq burada 12,2 vurulsun 12 bölünsün 12,2 vurulsun 120. Yəni bu elə bir sürətdə 12,2 bölünsün 120 deməkdir. Böləndə bu tərsinə qalxacaq bunun. Burada müəllimlər 12,2 ilə 12,2 ixtisar gedir. 12-ni 120-yə vuranda 12 144, sonunda da bir dənə 0, cavab 1440 elədi. İkinci suala baxırıq, 22-ci sual. X, Y, Z natural ədədlərdir. İfadəsi tək, cüt olduğuna görə aşağıdakı ifadələrdən hansı və ya hansılar cütdür? Diqqət edəcəyimiz məqam burada nədir? Baxın, X üstəgələ Y vurulsun Y üstəgələ Z, bura yazılıb tək. Bir hasil nə zaman tək eləyir, müəllimlər? Demək, vuruqların ikisi də tək olduğu zaman. Onda belə çıxır ki, X üstəgələ Y də bərabərdir təkə. Biraz analiz tələb eləyib bu sual. Y üstəgələ Z də bərabər təkədədir. Ancaq biz təki təkə vuranda tək alınır. Məsələn, 3 dəfə 5, 15, 7 dəfə 3, 21. Məsələn, biri tək, biri cüt olanda cüt eləyəcək. İkisi cüt eləyəndə cüt eləyəcək. Ona görə bunun hər ikisi nə olmalıdır? Bunun hər ikisi tək olmalıdır. X üstəgələ Y tək, Y üstəgələ Z tək. Burada isə yazılıb X üstəgələ Y üstəgələ Z bərabərdir cüt. Biz bu X üstəgələ Y-in də buradan tək olduğunu bilirik. Buradan bura təkdirsə, təkin üzərinə nə gələndə cüt eləyir? Təkin üzərinə ancaq tək gəlməlidir ki, cüt ədəd eləsin. Məsələn, 3-ün üzərinə biz ancaq tək ədəddə gələ bilərik ki, cavab cüt ədəd olsun. Yəni, tək ilə təki toplayanda cüt eləyir. Konkret olaraq, burada müəyyənləşdirdiyim Z-in tək ədəd olmağıdır. Z-in tək ədəd olduğunu bildiyimizə görə digərlərini rahat tapa bilərik. Z burada təkdirsə, Y də yazılıb, tək yazılıb, cəm tək eləyir. Təkin üzərinə nə gələndə tək eləyir? Ancaq və ancaq cüt ola bilər. Y bərabərdir cüt. Çünki bax, Z təkdir. Z-ə tutaq ki, 1 verək. Z olsun 1. Burada 1 olsa, 1-in üzərinə biz nə gəlməliyik tək ədəd eləsin? Məsələn, ancaq, məsələn, burada ya ola bilər 4 olsun, 6 olsun. Yəni, tək yazsaq, cüt eləyəcək. Ona görə Y bərabərdir cüt. Y-ə də verək buradan 2 verək şərt olaraq. Qaldı X-i müəyyənləşdirmək. X bərabərdir. Y-imiz cütdür. Cütün üzərinə nə gələndə tək eləyir? Y-in üzərinə cütün üzərinə ancaq və ancaq tək gələndə tək eləyir. Demək, X də buradan bərabərdir tək. X-ə də fərqli olsun 3 yazıq. Bitdi. Artıq müəyyənləşdi. İndi bizdən aşağıdakılardan hansılar cütdür deyir. 1 dəfə 2, 2, 6 bu cütdür. Birinci cütdür. 2-yə baxırıq. X üstəgəl Z. 3 və 1, 4 eləyir. Demək, 2 də cütdür. Baxırıq 3-cüyə. X vurulsun Y üstəgəl Z. X-i Y-ə vuranda 3 dəfə 2, 6, 6-ın üzərinə 1 gələndə 7. Bu tək elədi. Demək, bu tək elədi. Bizdən ancaq cütləri soruşur. Doğru cavab A variantı 1 və 2-ci sual. Baxırıq 23-cü sualımıza. Burada müəllimlər A üstəgəl B bərabər 3-ə, A üstəgəl C bərabərdir 4-ə, bölünsün 4-ə bərabərdir. B üstəgəl C bölünsün 5-ə. Bunu bu formada yazmışıqsa, demək ki, müəllimlər, bunlar hamısı bir-birinə bərabərdir. Və 3-ə, 4-ə, 5-ə bölməsi üçün mən burada A üstəgəl B-yə 3K da deyə bilərəm. K olmasa başqa bir ədəd yaza bilərsiniz. A üstəgəl C bərabərdir 4K. B üstəgəl C bərabərdir 5K. Niyə bunu belə yazdıq? Bax, 3K-nı 3-ə böləndə K alındı. 4K-nı 4-ə böləndə K. B üstəgəl 5K-nı 5-ə böləndə K. Və K-lar bir-birinə bərabərdir.
İndi burada da yazıb A üstəgəl B üstəgəlsi 6-ya bərabərdir. Biz bunların hamısını tərəf-tərəfə toplasaq, hər birindən alınacaq. Sistem tənlik kimi toplasaq 2A üstəgələ 2B üstəgəlinsin 2-si bərabərdir 12K. Hər tərəfini də 2-yə bölsək uşaqlar alınar A üstəgəl B üstəgəl C bərabərdir 6K. Buradan da A üstəgəl B üstəgəl C 6-ya bərabərdir. 6 bərabər 6K, K da bərabər 1. Yəni K-nı 1 tapdıq. İndi bizdən nəyi soruşur? A çıxılsın C-ni. A çıxılsın C-ni tapmaq üçün C harda var? A, B ilə B, C-də var. Biz yazarıq A üstəgəl B bərabərdir. K-nın da qiyməti artıq 1-dir. 3 dəfə 1, 3. Sonra B üstəgəl C-yə baxaq. B üstəgəl C bərabər 5 dəfə də 1, 5. Tərəf-tərəfə çıxaq. Niyə mən birinci ilə üçüncünü qruplaşdırdım? Çünki A çıxılsın C-nin alınması üçün uşaqlar bunları bir-birindən çıxmamız lazımdır. Belər gedər. A çıxılsın C 3-dən də 5-i çıxanda burada müsbət 2 də var. Yoxdur heç müsbət 2. Diqqətli olun, mənfi 2 alınacaq. Mənfi 2. Doğru cavab elədir B variantı. Sonra baxırıq 24-cü suala. 24-cü sualda B kiçikdir C kiçikdir D. Burada A da var. Burada üstü qaralanıb. A kiçikdir, B kiçikdir, C kiçikdir, D. A, C böyükdür 0-dan. İndi burada yazılıb, baxın, diqqətli oluruq. B, D kiçikdir 0-dan. Nəsə 0-dan kiçikdirsə, demək bu hasil mənfidir. Hasilin mənfi olması üçün biz nə deyəcəyik? Bunun biri müsbət, biri mənfidir və ya biri mənfi, biri müsbətdir. Çünki 2 dənə mənfi müsbət eləyər, 2 dənə müsbət eləyər bir-birinə vuranda. Bu ancaq biri müsbət, biri mənfi, biri müsbət olan halda alınır. Bu bir tərəfdə də burada yazılıb ki, A kiçikdir B. İndi keçirik müəllimlər. Bunu müəyyənləşdirmək üçün işarənin. Bu sol tərəfdəki müqayisəyə. Burada yazılıb A kiçikdir B kiçikdir C kiçikdir D. Biz bilmirik B və D-nin hansı mənfi, hansı müsbətdir. Təbii ki, bilirik ki, mənfi ədədlər də müsbət ədədlərdən kiçik olduğuna görə, mənfi ədədlər müsbət ədədlərdən. Burada B-nin D-dən kiçik olduğu göstərilir. B-nin D-dən kiçik olduğuna görə biz avtomatik olaraq B-nin işarəsinin bərabərdir mənfi, D-nin işarəsinin isə müsbət olduğunu bildik. D-nin işarəsinin müsbət olduğunu bildik. İndi burada A da kiçikdir B-dən. A kiçikdir B-dən, onda A da 100% mənfi ədəddir. Demək, A-nın da işarəsi bərabərdir mənfi. A buradan mənfiyə bərabərdir. Biz indi burada A-ya mənfi vermişiksə, C nəyə bərabər olmalıdır ki, mənfini mənfiyə vuranda müsbət eləsin və 0-dan böyük? Avtomatik C də mənfidir. Onda A-nın işarəsi mənfi, B-nin işarəsi mənfi, C-nin işarəsi mənfi və D-nin işarəsi də nəyə bərabərdir? D-nin işarəsi müsbətdir. İndi bizə hasil ən çox neçə olar? Bu 3 dənəsini bir-birinə vuranda -3, -1 müsbət, hasil mənfi eləyəcək onsuz da, mənfi olmasıdır. Cavabın da mənfi olanda biz ədəd oxunda 0-a yaxınlaşma deyəcək də. Məsələn, biri var -20 götürək, bir də var -12 götürək. Bizdə ən böyük hansı olacaq? -12 olacaq. Ona görə biz ədəd oxuna yaxın ədədləri seçəcəyik. Deyə ən kiçik 1 versək, ən kiçik 1 versək, bunlara isə mənfiləri verəcəyik. Mənfiləri bunlara necə paylaşdıra bilərik? Ən kiçiklərdən ədəd oxunda soldan sağa getdikcə ədədlər necə olur? Soldan sağa keçdikcə ədədlər kiçilir. Onda bura -1 yazaq. -1. Bura -2. Burada da -3. Aydın oldu, sağdan sola doğru daha doğrusu. Keçdikcə ədədlər nə olur? Kiçilir. Və indi burada -3, -2, -1. Bunlar da bir-birinə vuranda uşaqlar demək 6 cavab eləyəcək -6. Müəllim, niyə biz məsələ -5, -20 yenə deyirəm, biri var hasildə -40 alınsın, bir də var hasildə -12 alınsın. Təbii ki, biz bu -12-ni götürəcəyik. -12-nin də alınması üçün ədədlərin modulu kiçik olmalıdır, yəni 0-a yaxın olmalıdır. Sonra müəllimlər baxırıq 25-ci suala baxırıq. 25-ci sualda bizə deyir ki, iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki qatar 6 saat 8 saata gedir. Dəfələrlə bunu biz izahlarımızda qeyd eləmişik. Fərqi yoxdur müəllimlər, ibtidai sinif müəllimlər üçün çəkilən izahlar olsun, müxtəlif izahlar olsun, sürət məsələsi olsun, digər məsələlər olsun. Orada ancaq zamanlar varsa biz məsafələri bir xəyal ədəd kimi götürə bilərik. 6 saat 8 saat 48 kilometr götürək məsafəni. Lap 24 götürə bilərik. Elə ağlıma mən baxan kimi 48 gəldi, heç bir problem yoxdur. Hər bir qatarın sürətini şərti olaraq tapa bilərik. Onda birinci qatarın sürəti 48-i bölürəm 6-ya bərabər elədi 8. 48-i bölürəm 8-ə bərabər elədi 6. Qatarlar hərəkətə başlayan 2 saat sonra. Qarşı-qarşıya da hərəkət nə olur? Qarşı-qarşıya hərəkət sürətlər toplanır. Bu da birinci qatarın sürətidir. Bu ikinci qatarın sürətidir. 2 vurulsun bunların sürətləri cəmi. 8 üstə gələk 6, 14. 14-ü də 2-yə vuranda bu elədi 28. Demək, gedilən məsafə
48-də 28-dir hissi olaraq. İndi bizə deyir ki, onlar arasındakı məsafə, yəni arasındakı məsafə qalan məsafədir. 48-də 28 gediləndir. Gedilən. Gedilməyən nə qədər olacaq uşaqlar? 48-də 48-dən çıxaram 48-də 28-i bərabərdir qalar 48-də 20. Bunu da ixtisar eləsək 8-ə, 4-ə daha doğrusu ixtisar neçə eləyir? 4-ə 12, 4-ə 5, 12-də 5. Başqa cür desək 12-də 7 gediləndir, 12-də 5 qalandır. Sonra 26-cı sual. 26-cı sualda hesablamaları biz yerinə yetirəcəyik. Sadəcə olaraq kəsri-kəsrə bölməkdir. Sonra da çarpaz formada tənasüb qaydasından istifadə eləyəcəyik. Kəsri-kəsrə bölmək üçün A bölünsün B. Birinci kəsri olduğu kimi qalır, ikinci tərsinə vurulacaq. Bu olacaq burada 2, burada 3 bərabərdir C, D. İndi təzədən bunu çarpaz vuranda alınacaq. Burada 2-dir də 2 B, C bərabərdir 3 A, D. Hər ədədi vuruğu qarşıya yazdıq. Bu bizim birinci aldığımız. İkinciyə baxırıq. B bölünsün A, bölək 4-də 5 bunun tərsinə vuracaq. 5-də 4 bərabərdir Y bölünsün C. Buradan yenə də bunu da çarpaz formada vursaq, bax bu Y vurulacaq A-ya 5-ə. Yəni 5A Y. Düz yazdıq da, bəli. 4BC. İndi burada gətirib bunu da 4BC-ni bu tərəfdə yazaq. Lap olsun 4BC bərabərdir 5AY. İndi müəllimlər yazıram. Bunu təzədən buradan yazıram. 4BC bərabərdir 5AY. Bu 2BC-ni də 4BC olması üçün hər tərəfini 2-yə vururam. Bərabərləşdirirəm. Bərabərləşdirəndə yəni 4BC-yə bərabərləşdirirəm. Bunu da 2-yə vuracam. 6AD. Rahat olsun deyə. Neynədik? Baxın, uşaqlar, bunun hər tərəfini 2-yə vurduq. Tərəf-tərəfə böləndə, lap bunu bu tərəfdə yazaq, 1 alınacaq burada. Nətib alar da buradan gedəcək. Qalacaq 6-da 5. Y bölünsün D bərabərdir 1. Elə biz yerini dəyişdirmə sağa sola keçir. Məndən də Y bölünsün D soruşulur. Birinci vuruq, ikinci vuruq hasil. Y bölünsün D bərabərdir 1-i 6-da 5-ə böləndə tərsinə vuracaqsan. Eləcək 5-də 6. 5-də 6 da 1 tam onda nə qədər edir bu? 1 tam 5-də 1. Bu deyiləcək. 1 tam onda 2. Doğru cavab A variantına bax. Bunu da buradan diqqətli olmaq lazımdır. Sadəcə olaraq yenə deyirəm, təkrar analiz eləmək lazımdır. 27-ci suala baxırıq. 27-ci sual müəllimlər bir ədəd məsələsidir. Tənlik qurmaqdır deyə bilərik. Bir müəssisədə usta və fəhlələrdən ibarət 24 nəfər işləməkdədir. Bir gündə usta 4, fəhlə 3 stol düzəldə bilir. Cəmi 88 stol düzəldiyinə görə. Bunu biz 2 dəyişənlə həll edə bilərik. X, Y ilə də. Bir dəyişənlə də həll edə bilərik. Gəlin baxaq. 24 nəfər işləyir. Burada ustanın sayı, fəhlənin sayı var. Onda mən ustanın sayını X götürsəm, avtomatik olaraq fəhlənin sayı 24 minus X olur. Yəni, olsun usta bərabər X-ə, fəhlə bərabər olsun 24 minus X-ə. İndi usta 4, fəhlə 3 stol düzəldə bilir. Ustanın sayı məlum, bir ustanın düzəltdiyi stolun sayı məlum, fəhlə də həmçinin. Vurub bərabər eləyəcək 88-ə. Ustanın sayı X-dir. Gündə neçə detal hazırlayır? 3 dənə, daha doğrusu stol, 4 dənə. 4 vurulsun X. Fəhlənin sayı 24 minus X-dir. Fəhlə neçə stol hazırlayır? 3 dənə. Üstəgəl 3 vurulsun 24 minus X bərabərdir 88-ə. Tənliyimizi həll eləyək. 4X üstəgələ 72 çıxılsın 3X bərabər 88. X bərabərdir 72-dən 88-ə çıxanda qalır nə? 16. 16. İndi bizdən soruşur ki, cəmi 88 stol düzəldiyinə görə fəhlələr neçə stol düzəltmişdir? Yaxşı müəllimlər, biz nə edəcəyik? Fəhlənin sayını tapırıq. 24 çıxılsın 16 bərabərdir 8. Fəhlə də 3 stol düzəldə bilirsə, onda 8 fəhlə 8 vurulsun 3 bərabər 24 stol düzəldilə biləcək. Əgər bizdən ustalar neçə stol düzəltdiyi soruşurdursa, 16-nı vurardıq 4-ə. 64 eləyərdi o da. Yaxşı. Gəldik 28-ə. Burada 28-ci sualı biraz ola bilər yer sığmasın. Buradan yazıram. 28-ci sualın həllini buradan yazıram. Demək müəllimlər, X, Y, Z
ədədi 2 rəqəmli x, y, z 2 rəqəmli ədədi x, y ədədindən nə qədər? 311 vahid çoxdur. Bərabərdir x, y ədədinin üzərinə 311 gələcəm ki, bu bərabərliyi ödənsin. Yəni azın üzərinə gəlirəm. Bu mərtəbə toplananlarını cəmi şəklində yazarıq. 100x üstə gələk 10y üstə gələk z bərabərdir 10x üstə gələk y üstə gələk 311. Sağa sola keçirsək x, y-ləri 90x üstə gələk 9y üstə gələk z bərabər 311. Burada sadə bir seçim hissəsi var. Biz burada müəyyən bir seçim verəcəyik. 90x-ə 9y. Burada təbii ki 4x-in 4 olmaq kimi bir şansı yoxdur. 360 eləyir. 2 olmaq kimi də bir şansı yoxdur. Çünki 180 eləyir. 311-dən 180-i çıxanda 1, 11-dən 8, 3, 131, 9y üstə gəl z 9-u maksimum rəqəmə vursaq belə, x, y, z-lər də burada rəqəmdir. Biz 131-i ala bilmərik. Yəni yazıram ki, mahiyyətini dərk edin ki, bu niyə belə alınır. O zaman biz ən yaxşı halda x-i nəyə vura bilərik? 90-ı 3-ə vura bilərik. X 3 olar. 3 dəfə 90 270 eləyir. 311-dən də 270-i çıxanda bu hissədə qalır y 41. Yəni 9y üstə gəl z də bərabər 41. İndi burada y-ə biz nə verə bilərik? Burada da y ancaq 4 ola bilər. Çünki y-ə 5 verməyimiz 41-i keçir. 3 verməyimiz 27 eləyər. 41-dən 27-ni çıxanda nə qalır? 41-dən 27-ni çıxanda 14. Z-də 2 rəqəmlə də ola bilməz. Bu rəqəmdir. Onda y 4 olacaq. 4 dəfə 9 36. 41-dən də 36-nı çıxanda 5. Z-imiz də 5 oldu. 3 üstə gəl 4 üstə gəl 5 də bərabər 12. Yəni bu sırf bu hissəsi bunun seçmədir. Seçmə ilə analiz eləyəcək. Yaxşı. Sonra baxırıq 29-cu sualımıza. Qonşu bucaqların birinin dərəcə ölçüsü digərinin dərəcə ölçüsündən 40% azdır. Demək, biz bilirik ki, qonşu bucaqlar cəmi 180 dərəcəyə bərabərdir. Birinin dərəcə ölçüsü digərinin dərəcə ölçüsündən 40% azdır. Bunu biz faizdirsə rahat x ilə yaza bilərik. Yəni 100x ilə yaza bilərik. Onda bunun biri 100x-dir, digəri də 40% az 60x-dir. Bu qədər sadə. 10x də yaza bilərik. Rahat olsun, heç bir problem yoxdur. Yəni bir vergül o tərəf bu tərəf sualı çətinləşdirmir. Cəmin də 180 dərəcə olduğunu bilirik. 160x bərabərdir 180 dərəcə. Qonşu bucaqlardan vacib informasiya qonşu bucaqların cəminin 180 dərəcə olmağıdır. Bu da 160-da 180 sıfırlar gedir. Bizdən burada da ixtisar eləsək 2-yə 8-də 9. 8-də 9 tapdıq. Bizdən böyük bucağın dərəcə ölçüsü soruşulur. Böyük bucağın dərəcə ölçüsü də böyük bucağımız 100x idi. 100x-i də vuracaqsan, yəni 100x 100-ü vuracaqsan 8-də 9-a. 100-ü də 8-də 9-a vuranda demək müəllimlər alınacaq nə qədər? İxtisar eləyək. 4-də 2, 4-də 25. 25-i 9-a vursaq nə qədər əlanar? 25 vurulsun 9. 225. 225 bölünsün 2. Hər halda tam alınmayacaq. Bəli, kəsinlə də var. 225-i də böləndə 2-yə 112,5 doğru cavab A variantı. Yəni nəyisə həllini hər zaman tam alınmağını gözləməyin. Alınmaya da bilər. 30. Sonra Sabir usta bir divarı 10 gündə. Bunu xəyal edətlə çox rahat yaza bilərik. 10 gün və 15 gün. Yenə də işin miqdarını 30 götürürəm müəllimlər. Müəllimlər və uşaqlar, şagirdlər. Aha, bir divarı 10 gündə 30-u bölürük 10-a bərabər elədi 3. Bu Sabir ustadır. Yavər usta 15-ini 30-u bölürəm 15-ə bərabər 2. Bu da Yavər ustanın sürətidir. İkisi birlikdə işə başladıqdan 4 gün sonra. Bunlar ikisi birlikdə işə başlayır və 4 gün sonra. 4 gün bunların ikisini də bir yerdə işlədək. 4 vurulsun 3 üstə gələk 2, 5. 4-ü də 5-ə vuranda 20 iş görülüb. Sabir usta işi buraxır. Nə qədər iş qalır? 30-dan çıxıram 20-ni, bərabərdir 10 iş qalır. 10 iş qalıb. Və 10 işi Yavər usta tək başına görür. Yavər ustanın da sürəti 2-dir. Onu bölərəm 2-yə bərabərdir 5. Əvvəl bizə demir ha, Yavər usta tək başına. Deyir, ümumilikdə 4 gün əvvəl işlənmişdi, 5 gün Yavər tək işlədi və bərabər elədi cəmi 9-a doğru cavab elədi B variantı. Sonra baxırıq 31-ci suala. Tənlikdir, burada qeyri-adi bir şey yoxdur. Sadəcə mötərizələrin açılmasıdır. 5 vurulsun x minus 4. Bu elədi 5x minus 20. Çıxılsın. Burada sadəcə mötərizənin qabağında mənfi var. Diqqətli olaq. Mənfini mənfi müsbətə vuranda mənfi 4x. Mənfini mənfiyə vuranda müsbət. Üstə gələk 2.
bərabərdir 4x üstəgələk 8. X-lər bir tərəfə, məlumat bir tərəfə keçəndə buradan alınacaq 1x, 4x də bu bir tərəfə keçir, elə bir 3x bərabərdir. Bu mənfi 18 eləyir, mənfi 18 mənfi 26. X də bərabərdir buradan mənfi 3-də 26, doğru cavab A variantı. Sonra burada bu mənfi 1,4-də 3'dür. Mənfi 1,4-də 3 olmalı, üstündən xətt çəkilib. Bu mənfi 1,4-də 3 olduğu kimi qalır. Biz bərabərliyin bu tərəfi, üstəgəlin bu tərəfini həll edirik. Birinci əvvəlcə bu kəsirin sürətini həll edirik. Məxrəcini daha doğrusu. 1 üstəgəl 5-də 3, bu elədir 5-də neçə? 5-də 8. 2 bölünsün 5-də 8 isə tərsinə vurulmaqdır. 2 vurulsun 8-də 5. 2, 2'yə 1, 8, 4-də 5. Mənfi 1,4-də 3 üstəgələk 4-də 5. Bu qarışıq kəsirdə uşaqlar düzgün olmayan kəsirə çevirsək, mənfi 4-də 7 üstəgələk 4-də 5. Mənfi müsbət böyük işarə yazırıq. Mənfi 4-də 2. Bu da mənfi 2-də 1, mənfi 0,5. Doğru cavab A variantı. Sonra 33 olduğuna görə əbobu tapın. Əbob nədir? Əbob hər ikisinin ortaq bölənlərinin ən kiçiklərini yazırdıq. Məsələn, sadə vurğularını ayırırıq, ortaq olanları yazırıq və onların hasilini. İndi burada ortaq olanlar 5 və 7 təbii ki, ortaq deyil. Biz bunları götürməyəcəyik və ortaq olanlarda qüvvət üstləri kiçik olanları götürəcəyik. Məsələn, 2 üstü 3 və məsələn, burada 3 dənə 2 var, burada 2 dənə 2 var. Bunun neçəsi ortaqdır? 2 dənə 2 ortaqdır. Demək, ən kiçik qüvvəti 2 üstü 2. 3 üstü 4, 3 üstü. Burada lap 4 dənə 3 yox, 5 dənə 3 olsun. Burada 1 dənə 3 varsa, bu 1 3-ə, buradakı 1 3 uyğun gəlir. Ona görə biz götürəcəyimiz hansı olacaq? Ən kiçiyi olan 2 üstü 2 və 3. Cavab D variantı. Yəni, belə deyək, siz qaydanı bilirsinizsə, əbobun qaydasını, burada bir probleminiz olmayacaq. 34. 34 də maraqlı sualdır. Demək, burada əsas yenə də bir hesab tənlik qurmaq bacarığı bizdən tələb oluna bilər. Demək, bir məktəbdə müəllimlərin yaşlarının ədədi ortası, şagirdlərin 44, şagirdlərin yaşlarının ədədi ortası isə 11. Müəllim sayını məncə götürək X, şagird sayını götürək Y. İndi, müəllimlərin yaşlarının ədədi ortası 44. Müəllimlərin yaşlarının ədədi ortası 44-dürsə, onda müəllimlərin yaşları cəmi nə qədərdir? 44, X olacaq. Biz bilirik ki, sayı ədədi ortaya vuranda cəmi verir. Cəm 44x oldu. Şagirdlərin sayı Y-dir. Ədədi ortası 11-dir. Onda şagirdlərin yaşları cəmi 11Y. Müəllim və şagirdlərin yaşlarının ədədi ortası. Müəllim və şagirdlərin yaşlarının ədədi ortasını tapmaq üçün dəfələrlə qeyd eləmişik. Ümumi ədədi ortanı tapmaq üçün ümumi cəmi ümumi sayıya bölmək lazımdır. Toplayırıq, bölürük ümumi x üstəgələk y-ə. Bu da bərabərdir 26. Buradan 44x üstəgələk 11y çarpaz formada vursaq 26x üstəgələk 26y. Hər tərəfin x-lər keçir bir tərəfə. Alınır nə qədər? 44-dən 18x bərabərdir 15y. Bunu da ixtisar eləyək də hər tərəfini. İxtisar eləsək 3-ə ixtisar olunur. 6x bərabərdir 5y. 6x bərabərdir 5y. Biz də deyəndə demişdik ki, x 5k-ya, y də 6k-ya bərabərdir. X bərabərdir 5k, y də bərabər 6k. Tərslərinə bərabərdir. Bu da eləyəcək x bölünsün müəllimlərin sayının şagirdlərin sayına nisbəti. Yəni, müəllimlərin sayı x-in y-ə nisbəti 5k bölünsün 6k bərabər 6-da 5. Doğru cavab C variantı. 35-ci sual. Bu tipli suallar ifadə ilə bağlı, yəni A-nı B ilə ifadə eləmək, B-ni A ilə ifadə eləyəndə biz nəyə fikir verəcəyik? Bir növ biraz cavablara da baxırıq. Uşaqlar, məsələn 3B, burada məsələn görürsən ki, hamısında 3B, 3B var. Biz bunu B-ni 3-ə vuraq. B-ni bax bu ikinci tərəf. Bəzən bunları xırdalayıb da yaza bilirik, vahid alınsın deyə, toplayanda digərinə bərabər olunsun deyə. 3-ə vuraq. Bax burada 3B var. Buna görə biraz cavablardan dolayı yola çıxaq. 3B bərabərdir. Bunun hər tərəfini 3-ə vuranda eləyəcək 8-də 15. Yəni 3 bunun sürətinə vurulacaq. Üstəgələk 10-da 21. Üstəgələk 11-də 12. Bunu bu formada yazdıq. 3B. İndi bizə deyir ki, A-nı B ilə əvəz edin. Görün burada maraqlı nüans nədir? A üstəgələk 3B. Yəni bax, bu mən 3B-ni tapmışam. Artıq bu nəzərimdən atıram. Bir də bu var. Bunları toplayanda 8-də 1 ilə 8-də 15-i toplayanda 8-də 16 alınır.
Bu tipli misallar onsuz da bura gəlir də. Yəni müəyyən bir sadəliyə gəlir. 8-də 1 ilə 8-də 15 toplayanda 8-də 16 eləyir. Qoy yazaq sonra ixtisar eləyək. Sonra mənfi 10-da 1, müsbət 10-da 21. Toplayanda böyük işarəsini yazırıq. 10-da 20 qalır. Üstə gələk 10-da 20. Üstə gələk 11-də 1, 11-də 12. Buradan çıxırıq qalır 11-də 11. İndi gəlin baxaq. A üstə gələk 3B bərabər 2, üstə gəl 2, üstə gəl 1. A üstə gələk 3B bərabərdir 5. A da bərabərdir 5 çıxılsın 3B. İndi biz tapırıq D variantında. Yəni neynədik? Bax, müəllim hardan 3-ə vurduq. Cavablara baxanda görürük hər birinin B-nin qarşısında 3 var. Bax, bu məntiqə əsasən rahat yola çıxdıq. 35. Sonra bu neçənci sual idi bizdə? 36-cı sual demək müəllimlər. 36-cı sualda burada hesablamalar çoxdur. Biz bu hesablamaları müəllimlər şəkil üzərindədir. Bir sağa sola sürüşür. 36-da bərabərsizliyin ödənməsi üçün A-nın yerinə hansı ən kiçik natural ədəd yazıla bilər? Burada düşünərsiniz 1,5, 2,5 vurmaq bəlkə də kifayət qədər böyük ədəd alınacaq. Ona görə biz bunu sadələşdirək. Bunu sadələşdirməyimiz necə olacaq? Baxın. Elə bil ki 1,5 vurulsun 2,5 vurulsun 3,5 vurulsun 4,5 vurulsun 5,5 bölünsün 99 kiçikdir A. Heç olmuyor. Burada müəyyən bir sadəlik eləyib sonra vuraq da. Yəni biraz işimizi rahatlaşdıraq. Bunun məxrəcini 10-a vursaq, bu eləyər, bax məsələn bu 45 nəyə götürək? 5,5 ilə 99-u götürək. Sürət və məxrəci 10-a vuraq. Onda bu 990 eləyər. Burada da bu vergül silinir. 55 qalır. 55 11-ə 5, 990 11-ə 90. İndi növbəti maraqlı nüans. 90 ilə 45 var da ağlımda. Neyniyərəm? 90-ı təzdən 2-yə vursaq, 10-a vursaq, bura 900 eləyir. Buradan da bu vergül gedər. 45 ilə 900 rahat ixtisar gedər. 45, 45-ə 1, 945-ə 20 dəfə. İndi buradan 5, 5-ə 1, 25-ə 4. Nəticə olaraq bunu aldıq. Baxın, 1,5 vurulsun 2,5 vurulsun 3,5 bölünsün 4 kiçikdir A. Burada hardasa rahatdır da hesablamamız. Bu sürəti bir-birinə vursaq alınar 13 tam yüzdə 13 tam mində 125 bölünsün 4 kiçikdir A. 13 tamı da 4-ə böləndə 3 tam neçə düşür? Heç tam bölməyə təbii ki tam bölünmür. Əziyyət çəkməyə ehtiyac yoxdur. 13-ün üzərində 4 3 dəfə düşür. 3 tam neçə kiçikdir A-dan? Tutaq ki 3 tam onda 2 olunsun. 3 tam onda 2 kiçikdir A-dan. Bax tutaq ki burada bu 3-dür, burada 4-dür. 3 tam onda 2 bura düşür. Bizə deyir A-nın ən kiçik, nəyini tapın? A-nın ən kiçik natural ədədi. 3 tam onda 2-nin kiçik olduğu. 3 tam onda 2-nin kiçik olduğu ədəd hansıdır müəllimlər? Biz ən sonunda burada 3 tam onda 2 kiçikdir A aldıq. Buradan da A bərabərdir 4-ə. Ən kiçik natural ədəd 4-ə bərabərdir. Növbəti suala baxırıq müəllimlər. 37-ci suala baxırıq. 37-ci sualda bizə verilir ki, x, y müxtəlif natural ədədlərdir. X kiçikdir y və əkobda x, y bərabərdir k və burada da k-nı sadə ədəd göstərir. Bax, bu da çox diqqət edəcəyimiz burada məqam nədir? Əgər əkob nə idi? Əkob bu ədədlərin hər ikisinə bölünən ən kiçik ortaq bölünən. İndi x də kiçikdir y-dən. Bu belə olduğu halda burada bizim ədədimizin biri ancaq və ancaq 1 ola bilir ki, digəri sadə ədəd olsun da. Məsələn, 1 və digərini tutaq ki, 17 götürək. Birdən başqa, məsələn, istənilən bir ədəd olsa, bunların minimum hasili olacaq. Bunda bölənlərin əkobu sadə olma ehtimalı yoxdur. Ona görə bu şərt verilibsə, x kiçikdir y və əkobun buradan sadə olması göstərilirsə, demək ancaq və ancaq bunun biri 1 ola bilər. 1 və 17, onda məsələn, biz bunun birini sadə götürsək, böyük götürsək, hasil da bunların sadə olması üçün bu sadə ədədin birinə bərabərdir. Bu da eləyir 17. Demək, indi buradan 17-ni götürdük, k 17-yə bərabərdir. Gəlin 1 ilə 17 haqqında danışaq. Elə, məsələn, 1 və tutaq ki, başqa bir sadə ədəd 19 da götürə bilərsiniz. X və y qarşılıqlı sadə ədədlərdir. Bir istənilən ədədlə qarşılıqlı sadədir. Doğrudur. 1 doğrudur. Əbobu x, y 1-ə bərabərdir. Qarşılıqlı sadə ədədlərdirsə, təbii ki, bunların əbobu 1-ə bərabərdir. Bu eləyir 1. Elə bunun hasili, əkobu da hasilinə bərabərdir. Belə də deyə bilərik. Sonra y minus x fərqi cüt ədəddir. İndi 17 ilə 1-i çıxanda biz müəllimlər 16 eləyir. Amma burada bu hər zaman doğru deyil.
Tutaq ki, burada nədir bizdə? Bizim sadə ədədimiz 2 də var axı. Tutaq ki, 1 və 2 olsa necə olar? 2 ilə 1 olsa bunların da əbobu, əkobu 2-yə bərabərdir. 1 və 2-nin əkobu 2-yə bərabərdir. Amma bir-birindən çıxanda bunun fərqi cüt ədəd olmur axı. Ən çox belə olsa da, amma istisna var. Ona görə istisna olduğuna görə bu səhvdir. Olmur. Y isə tam bölünür. Bəli, tam bölünür. Doğrudur. 1-ə istənilən ədəd tam bölünür də. 1 istənilən natural ədədin bölənidir. Bizdən hansılar doğrudur deyir. Burada da hər zaman doğrudur göstərir. Gördüyünüz kimi. 1 doğrudur. 2 doğrudur. Bir də 4 doğrudur. Doğru cavab elə D variantı. Növbəti 38-ci sual. A-1, B+2 qarşılıqlı sadə ədədlərdir. Burada bunları ixtisar eləsək, müəllim şagirdlər, 12 4-ə 3, 28 4-ə 7. Yəni A-1, B üstəgələk 2 bərabərdir. Bu 3, bu 7-dirsə, elə biz 4-ə 3, 4-ə 7 götürürük də. Onda bunları A-1-i sürətə bərabər eləyəcəksən 3-ə. A bərabərdir 4. Məxrəcə B üstəgələk 2 bərabərdir 7, B də bərabər 5. Həqiqətən də gətirib yerinə yazanda gəlib bunu alacağıq. 4 və 5-in də hasilini bizdən soruşur. Bu delədir cavab A variantı 20. 39-cu suala baxırıq. 39-cu sualda sinifdə 3x sayda oğlan şagird, 2x üstəgəl 3 sayda qız şagird var. Bu sinifdən təsadüfi seçilən bir şagirdin qız olması hadisəsi ehtimalı 2-də 1-dir. Bundan bizim neçə şagird var soruşur. Bilirik ki, ehtimal əlverişli hallar sayını bütün hallar sayına olan nisbətidir. 3x oğlan bu qədər qız varsa cəmi 5x üstəgələk 3 cəm. Qız olması ehtimalı qızların sayı da nə qədərdir? 2x üstəgəl 3. 2x üstəgələk 3-ü böləcəksən 5x üstəgələk 3-ə bərabər edəcəksən ehtimala, yəni 2-də 1-ə. Bunu da çarpaz formada vursaq, 5x üstəgələk 3 bərabərdir 4x üstəgələk 6, x bərabərdir 3, x-i bərabər 3 tapdıq. Bizdən isə sinifdə cəmi neçə şagird var soruşur. Cəmi tapmaq üçün 5x üstəgələk 3-dürsə, 3 dəfə 5 15 üstəgələk 3 elədi 18. Doğru cavab C variantı. Bu həndəsə ilə bağlı olan bir sualdır. Tərəfləri 4 və 9 olan mavi rəngli düzbucaqlar şəkildəki kimi demək birləşərək böyük düzbucaqla əmələ gətirmişdir. Arada qalan boş rəngli hissənin sayısı nə qədərdir? Baxın, bunun tərəf en və uzunluğunu tapaq. Bunun burası 4-dürsə 9, 9, 9 nə qədər eləyəcək? Bu elədi 31. Uzunluq 31-dir. Enə baxaq. Bura 9, bura 9, bura 4. 9 ilə 9, 18, 22. 31-i 22-yə vursa, 31 vurulsun 22 bərabərdir, eləyər 682. Demək, bunu 682 kvadrat santimetrdir. Bunun hamısı. İndi bunu boz qalan hissəni buradan da tapa bilərik. Amma daha rahat bir qayda deyəcəmsə. Bu, mavi rəngli mövcud olanların sayını ümumidən çıxacaqsan, boz yeri biləcəksən də. Neçə dənə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Birinin sayısı da 36-dır. 36-nı 10-a vuranda 360 kvadrat santimetr eləyəcək. Yəni, ümumi sahədən mavi rənglilərin sahəsini çıxanda bax, bu boz hissəni verəcək. 682-dən də 360-a çıxanda qalır 2, 2, 322 kvadrat santimetr. Bu qədər uşaqlar, hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarda görüşərik. Hələlik.